Hə, gəlib çatdıq. Elə bu küçədir. İçəri şəhər lentlərin yaddaşındakı səsin deyil ki, olduğu kimi qalsın. Burada çox şey dəyişib. Binalar da, adamlar da, səslər də. Bax, bu döngədə piyanoçu Zivər xanımın qonşuluğunda yaşayırdın. Səhər axşam pəncərəni açırdın, dumduru səslər də olurdu içəri. Onda Vaqifi tanısan da, ağlına gəlməzdi ki, nə vaxtsa sənətdə öz yolu, öz yeri olan bənzərsiz bir ifaçı olacaq. Muğamla cazın sintezini yaradacaq. Sən Vaqifdən cəmi 10-11 yaş böyük idin. Yeni yetməliyiniz müharibədən sonraki çağların ümid dolu illərinə düşmüşdü. Zamanın ağırlığından silkinib çıxmağa, bütöv bir nəslin arzularını ifadə eləməyə çalışırdınız. Deyəsən, istəyinizə çatdınız. Sənin səsin, Vaqifin bəstələri bunun canlı sübutudur. Amma buralar yaman dəyişib. İndi sizin evinizin yerində içəri şəhərin evlərinə oxşamayan bir bina tikiblər. Səsinsə eləcə qalıb. İşıq kimi hardansa göydən süzülür. Dünyanı kövrək, həzin, zərif bir nəfəs ağuşuna alır.